Keçən videom Seyyidə Nəfsə barədə idi. Bildiyimiz kimi Seyyidə Nəfsə Övliya xanım kimi tanınır və İmam Həsənin nəvəsinin qızı idi. Onun əri, yəni söhbət edərkən məlum oldu ki, onun əri, yoldaşı, ərə getdiyi kişi İmam Cəfər Sadiq əleyhissalamın oğlu İmamzadə İshaq olmuşdu. Və həmin videoda danışarkən qeyd elədim ki, əgər ən azı rəylərdə 20 nəfər İmamzadə İshaq yazsa, onun yoldaşı İmamzadə İshaq haqqında da bir video çəkərəm. Həqiqətən də sağ olun, yəni İmamzadə İshaq haqqında da məlumatınız olmasını istədiniz və mən də bu istəklərinizi nəzərə alaraq bu videoda İmamzadə İshaqdan danışacağam. Qeyd edeyim ki, keçən videoya baxmayanlar, amma yəni Seyyidə Nəfsə barədə videoya baxmaq istəyənlər, hələ baxmayanlar kanalıma girib bu qapaq şəkli olan videoya girib baxa bilərlər orada. Yeni gələnlər üçün mən Hüseyn Fərhadov, tarixçiyəm və İmam Əlinin oğlu Məhəmməd Hənəfiyyə barədə qələmə aldığım bir kitabın müəllifiyəm. Necə ki, videolarımda tarixin bilinməyən, daha doğrusu bilmədiyimiz, xəbərdar olmadığımız səhifələrinə işıq tutduğum kimi, bu kitabımda da tarixin bilinməyən, xəbərimiz olmayan səhifələrinə işıq tutmuşam. Buna görə də bir çox tarixi məsələləri sistemli şəkildə öyrənmək istəyənlər kitabımı mütləq alıb oxusunlar. Kitabı əldə etmək istəyənlər rəy bölməsində qeyd edə bilərlər. Mətləbə keçsək, İmamzadə İshaq kim idi? Sualı ilə başlamaq olar. Ona niyə hüzünlü deyirdilər? Necə bir həyat yaşamışdı? Əbu Muhammed İshaq ibn Cəfər Mədinənin Əriz adlanan məntəqəsində dünyaya gəlmişdi. Onun anası Həmidə Əl-Bərbəriyyə idi. Bildiyimiz kimi Bərbər qəbiləsindən, yəni Afrikalı idi və bir kəniz idi. Kəniz olaraq Hicaza gətirilmişdi. İmam Cəfər onunla kəniz olaraq evlənmişdi və Ummu Vələd idi. Yəni uşaq dünyaya gətirən kəniz. Əgər bir kəniz uşaq dünyaya gətirdisə, avtomatik olaraq artıq azad sayılır, azad qadın sayılır. Çünki əri öləndən sonra artıq azad olmuş olur. Odur ki, o xanım da Həmidə Əl-Bərbəriyyə də, yəni İshaqın anası, o da bir kəniz idi və Afrikalı idi. Bundan əlavə İshaq ibn Cəfərin qardaşları, yəni eyni anadan olan qardaş və bacıları İmam Musa Əl-Kazım əleyhissalam ki, o da Həmidə Əl-Bərbəriyyənin oğlu idi. Yəni onun da anası həmin kəniz qadını idi. Bundan əlavə Məhəmməd Dibac və bir də Fatimə Əl-Kubra bir bacıları. Yəni 4 uşağı var idi İmam Cəfərdən bu qadının. Bir də həmin İmamzadə İshaq idi ki, İmamzadə İshaq bu həm İmam Musa Əl-Kazimlə, həm Məhəmməd Dibacla, həm də Fatimə Əl-Kubra ilə ki, bunlardan həm ana bir, həm ata bir bacı qardaş idi. O biri qardaşları var idi, İmam Cəfərin başqa oğulları və qızları. Onlarla atadan bir idilər, amma anadan ayrı idilər. Xüsusiyyətlərinə gəldikdə isə tarixçilər qeyd ediblər ki, İshaq ibn Cəfər, yəni İmamzadə İshaq cəmaət arasında Həzrət Peyğəmbərə ən çox bənzəyən şəxslərdən biri idi. Mən güman eləmirəm ki, onun dövründə Həzrət Peyğəmbəri görmüş şəxslər qalmış olsun, yəni uzun müddət keçmişdi üstündən. Amma ola bilər ki, hansısa məlumatlarla bunu bənzədiblər. Məsələn, məlumatlar gəlib ki, Peyğəmbərin saçı məsələn belə idi, İshaqın da saçı belədir. Peyğəmbərin yerişi belə idi, onun da yerişi belədir. Bu bənzərliklərlə, bu məlumatlarla ola bilər ki, deyirlər İshaq ibn Cəfər Peyğəmbərə ən çox oxşayan İmamzadə idi. Bir də ki, yəni bir İmamzadənin, onun yaxud hər hansı başqa bir İmamzadənin Həzrət Rəsulullaha yaxud da özündən qabaqki babalarına bənzəməsi normaldır. Yəni insanlar fizioloji olaraq öz babalarına, ata-babalarına bənzəyirlər. Yəni bu qeyri-adi qəbul olunmayacaq bir məlumat deyil əslində. İshaqın bir neçə ləqəbi var idi. Yəni məsələn mənbələrdə onun ləqəbləri barədə Haşimi deyirlər, Mədəni deyirlər. Bu da Mədinədə doğulub böyüdüyü üçün Mədəni deyirlər. Yəni həmin şəhərlə bağlı. Haşimi olduğu, yəni Haşimi tayfasından idi. Haşimi deyirdilər. Amma bu iki ləqəbdən başqa daha bir ləqəbi var idi. Biri Mutəmən idi. Mutəmən, yəni etibarlı, çox etibarlı bir şəxs. O qədər cəmaət arasında etibarlı, əmin bir şəxs kimi tanınmışdı ki, ona Mutəmən deyirdilər. Və daha bir ləqəbi Həzin idi. Həzin isə hüzünlü deməkdir. Bəs ona niyə hüzünlü deyirdilər? Bunu İbn Uqdə belə açıqlayır ki, öz kitabında İmamzadə İshaqı gülümsəyən görən olmamışdı. Yəni heç vaxt kimsə onu gülümsəyən belə görməmişdi. Ona görə ona həzin deyirdilər. Yəni hüzünlü, sanki həmişə qəmgindir. Şeyx Müfid isə onun xüsusiyyətləri barədə qeyd edərkən yazır ki, İshaq ibn Cəfər salihlik, fəzilət, təqva və ibadətdə çox səy göstərən bir şəxs idi. Və arxasınca da nəql edir ki, insanlar ondan hədis rəvayət edirdilər.
Şeyx Tusi də, yəni Şiənin böyük alimlərindən Şeyx Tusi də onun haqqında xüsusi diqqət göstərmiş və Ət-Təhzib kitabında onun əməllərinə istinad etmişdir. İmamzadə İshaq o qədər fəzilətli, o qədər üstün bir şəxsiyyət idi ki, insanlar arasında insanlar onun hətta imam olduğuna belə etiqad bəsləyirdilər. Bəziləri şiələrdən bir qrup onun imamətinə etiqad bəsləyirdilər, lakin özünün heç vaxt imamlıq iddiası olmayıb, hətta nəinki olmayıb, hətta qardaşı Musa Əl-Kazimin imamətinə etiqad bəsləyirmiş və ondan sonra da onun oğlu Rızanın, yəni İmam Rızanın imamətinə etiqad bəsləyirdi və eyni zamanda hətta Üsul-i Kafidə bir rəvayət də çıxdı qarşıma, uzun olduğu üçün, həm də birbaşa İmamzadə İshaqla bağlı olmadığı üçün onu mən burada gətirmirəm, amma həmin rəvayətdə də görünür ki, İmamzadə İshaq İmam Rızanı onun qardaşlarından qoruyur. Yəni İmam Rızanın qardaşı Abbas ibn Musa var idi ki, İmam Rızaya qarşı idi, belə deyək. O da Abbasa qarşı idi. Yəni İshaq Abbasa qarşı dayanmışdı və İmam Rızanı qoruyurdu. İmamzadə İshaqın elmi dərəcəsindən danışmalı olsaq, dövrünün müctəhidlərindən olur. Yəni bugünkü gündəki müctəhid deyirik, fəqihlər ki var, Ayətullah deyirlər, müctəhid deyirlər. O da öz dövrünün müctəhidi idi, fəqih idi və eyni zamanda mühəddislərdən olur. Həm də necə mühəddislərdən? Yəni siğə deyirdilər. Siğə yəni etibarlı mühəddis. Necə ki Sufyan ibn Uyeynə və İbn Kasib kimi məsələn mühəddislər hədis nəql edəndə bəzən İshaqdan bu sözü deyirdilər ki, bizə bu rəvayəti mənə məsələn tutaq ki, İbn Kasib bir rəvayət edir və əvvəlcədən qayıdıb deyir ki, mənə bu rəvayəti etibarlı və bəyənilən şəxs İshaq ibn Cəfər rəvayət edib. Yəni bunu xüsusi olaraq vurğulayırdı. İshaqın dərs aldığı ustadların sırasında bəzi mənbələrdə İmam Cəfər Sadiq əleyhissalamı görmək olur, amma bəzilərində, yəni əsasən dərs aldığı ustadlar arasında burada bir neçəsini qeyd eləmişəm. Səid ibn Müslim Əl-Mədəni, Əbdürrəhman ibn Əbdüləziz Əl-İmami, Abdullah ibn Hüseyn Əl-Hilali, Abdullah ibn Cəfər Əz-Zöhri, Muhammed ibn Abdullah Əl-Kənani, Muhammed ibn Abdullah Əl-Leysi və qardaşı Musa Əl-Kazim əleyhissalam ki, ondan da dərs öyrənib. İshaqın tələbələri arasında isə bunlar var, bir neçə nəfər, 3 nəfər əsasən adları çəkilir. Bəkir ibn Muhammed Əl-Əzdi, Yaqub ibn Kasib Əl-Mədəni, Abdullah ibn İbrahim Əl-Cəfəri. Bunlara İshaq ibn Cəfər, yəni İmamzadə İshaq dərs deyib bu 3 nəfərə. İmamzadə İshaq haqqında Yəhyə ibn Məyin isə belə deyir ki, məncə o yalnız doğru danışan bir şəxs olmuşdur. Buxari ondan Əl-Qirayətu Xalfəl İmam əsərində, eləcə də Tirmizi və İbn Macə də ondan rəvayət etmişdir. Yəni İshaq ibn Cəfərdən, İmamzadə İshaqdan Buxari və Tirmizi, hətta İbn Macə rəvayətlər nəql etmişdir. Zəhəbi isə onun haqqında deyir ki, yəni bir cümlə deyir ki, əgər İshaq ibn Cəfərdən rəvayət nəql olunubsa məqbuldur. Yəni ondan bir şey nəql olunubsa qəbul olunandır. Bəli, bura qədər İshaq ibn Cəfərin, yəni İmamzadə İshaqın, Hüzümlü İmamzadənin həyatı, yəni onun elmi dərəcəsi, xüsusiyyətləri, ləqəbləri, hansı ailədə doğulmuşdu, anası kim idi, qardaş bacısı kim idi, necə idi, imamətə baxışı nə idi, bunlardan danışdıq. İndi çatdıq həmin Seyyidə Nəfisə ilə bağlılığı, rabitəsi olan hissələrə ki, keçən dəfə də həmin Seyyidə Nəfisənin videosunda danışanda dedim ki, Seyyidə Nəfisə dünyasını dəyişəndə əri İshaq onun cənazəsini Mədinəyə aparmaq istəyirdi, Hicazda dəfn etmək istəyirdi, cəmaət yığışdı, gəldi, istəyirdilər ki, Qahirədə dəfn olunsun və İmamzadə razı olmurdu. Necə razı oldu, onu saxladım, dedim ki, bu videoda çəkərəm, indi çatdıq bu yerə. Deməli, bildiyimiz kimi İshaq xanımlarından biri, niyə xanımlarından biri deyirəm, ona gətirəcəm sözü, yəni tək xanımı olmayıb Seyyidə Nəfisə, amma Seyyidə Nəfisə də onun xanımlarından biri olub və onunla evlənəndən sonra bir uzun müddət sonra 193-cü Hicri ilində, yəni 809-cu ildə onlar Misrə səfər eləyirlər. Gəlib Misrə çıxırlar. Misir cəmaatı eşidəndə ki, İmamzadə və İmam soyundan olanlar, yəni Peyğəmbərin soyundan gələnlər onların məntəqəsinə gəlir, cəmaat onların pişvazına, yəni Əriş məntəqəsinə çıxıb onları qarşılayırlar. Beləliklə onlar Misrə çatanda, yəni Qahirəyə çatanda insanlar onları rəğbətlə qarşılayırlar, dediyim kimi çıxıb qarşılayırlar və gətirirlər şəhərə və onlar Qahirə şəhərində məskunlaşırlar. Beləliklə birinci Qahirəyə gəlib çıxanda İshaq ibn Cəfər öz ailəsi ilə birgə Cəmaləddin ibn Abdullah ibn Cəssas adlı bir Misirli tacirin evində məskunlaşır.
Bir neçə aydan sonra isə, yəni bir neçə ay orada qalandan sonra Ümmü Haninin evinə, oradan da Əbu Səraya Əyyub ibn Sabirin evinə köçürlər. Lakin bir müddət sonra orada qalanda Seyyidə Nəfsə hiss eləyir ki, onun yanına gəlib gedənlər çox olduğuna görə ev sahibi biraz narahat olur və buna görə Misirdən getmək qərarına gəlir. İnsanlar onun bu qərarını eşidəndə təşvişə düşürlər və onun getməsinə razı olmurlar. Buna görə söhbət gedir çıxır Misir valisi Səri ibn Həkəmin qulağına və Səri ibn Həkəm də gəlir Seyyidə Nəfsəyə qayıdıb deyir ki, ey peyğəmbər övladı, ey peyğəmbərin qızı. Yəni məsələ nədir? O da başa salır, deyir ki, bu iş məndə. Yəni problem yoxdur. Siz Misirdə qalın, yəni razı qalın ki, Misirdə qalmağa razı olun. Mən bu işi, məsələni həll edəcəm sizin üçün. Beləliklə ona ey Allah Rəsulunun qızı, sənin şikayət etdiyin məsələ ilə bağlı mən, yəni şikayətin aradan qaldırılmasına mən zəmanət verirəm deyir və ona geniş bir ev bağışlayır və beləliklə Seyyidə Nəfsə Misirdə qalmağa, yaşamağa davam edir. Uzun müddət illərlə, yəni Misirdə yaşayandan sonra Seyyidə Nəfsə dünyasını dəyişəndə yoldaşı İmamzadə İshaq onun cənazəsini Misirdən Hicaza, Mədinə şəhərinə aparıb dəfn etmək istəyir. Lakin insanlar bunu eşidəndə Misirli cəmaət, yerli cəmaət gəlib İmamzadədən xahiş edirlər ki, təbərrük olaraq onun cənazəsini burada dəfn eləsinlər. Yəni Misirdə dəfn etsinlər və təbərrük olaraq onun qəbrini ziyarət edə bilsinlər insanlar. İmamzadə İshaq bundan razılaşmır. İnsanlar bu məsələni belə görəndə gedib Misir valisinə xahiş edirlər ondan ki, gəlib İshaqla danışsın. Yəni biz danışdıq, olmadı, sən gəl danış. Bəlkə sənin sözünü dinləyər. Vali də gəlir İshaqla, İmamzadə ilə danışır, lakin yenə də xeyri olmur. İmamzadə Nuh deyir, peyğəmbər demir, bizdə belə bir məsəl var. Həmin o cür. Yəni qəti şəkildə dirənir ki, xeyr, mən yoldaşımın cənazəsini aparıb Hicazda dəfn edəcəm. Başqa yolu yoxdur. Və bundan sonra cəmaət görür ki, vali çıxır çölə cəmaata deyir ki, yəni olmadı da mənim də sözümü dinləmir. Yəni buna təkid də eləmək olmaz. Çünki cənazə bunların cənazəsidir. Ürəkləri istəyən yerdə dəfn eləyərlər. Biz buna əmr verə bilmərik ki, yox sən belə eləmə, belə elə. O məsələ bizlik deyil. Yəni biz ancaq xahiş eləyə bilərik. Yerinə yetirmir, bizlik deyil. Ona görə cəmaatın heç bir yerdən əli üzülür və belə bir qərara gəlirlər ki, bir yaxşı mal-mülk, pul, para toplayaq, İmamzadəyə təklif eləyək ki, əgər xanımı burada dəfn eləsəm, bu mal-mülkü sənə verərik. Elə də eləyirlər. Yəni yığırlar bir yaxşı mal-mülk gətirirlər ki, bəs belə İmamzadə yəni qəti şəkildə yenə də rədd edir ki, yox ki, yox. Artıq cəmaət hər şeydən əlini üzür və gedib dağılışıb otururlar evlərində ki, xanımı onsuz da cənazəsini aparıb Hicazda dəfn edəcəklər. Amma nə baş verir? Artıq səhəri gün ki, yola çıxacaqdılar. İmamzadə İshaq cənazəni də götürəcək, karvanlarla bir yerdə, ailəsi ilə bir yerdə gedəcəkdi Hicaza və birdən gecə yatanda yuxuda peyğəmbəri görür. Həzrət Rəsulullahı görür, cəddi Rəsulullahı və ona deyir ki, yuxuda ey oğul, qızım Nəfisəni elə cənazəsi, yəni dünyasını dəyişdiyi, vəfat etdiyi evdə də dəfn edin. Odur ki, yuxudan ayılan İshaq artıq ona bir işarə olduğunu, peyğəmbərdən bir işarə gəldiyini artıq bildiyi üçün onun qərar verir ki, artıq bəli, yaxşı xanımı elə burada dəfn eləyərəm Misirdə və elə də eləyirlər, yaşadığı həmin evdə dəfn eləyirlər xanımı və bugünkü gündə də xanımın qəbri elə Misirdədir və şəkillərinə də internetdə girib baxa bilərsiniz. Yəni Seyyidə Nəfsə ziyarətgahı məsələn yazmaqla məncə çıxar Azərbaycan. Mən farsça baxıram, farsça, ərəbcə var, amma Azərbaycanca bilmirəm. Məncə olar, Azərbaycanca da yazsaz bəlkə gələr. İshaqın soyuna gəldikdə isə İmamzadə İshaqın deyirlər ki, İmam Cəfərin oğulları arasında ən az övladı olanlardan biridir və 6 övladı olub. Bu ən azdır. Yəni çünki İmam Cəfərin o biri oğulları arasında, yəni o biri oğullarının maşallahı var idi, hərəsinin nə qədər övladları olub. Ona görə İshaq haqqında deyirlər ki, bu övladı az olub, 6 övladı olub və onlardan ikisi, ona görə bayaq dedim ki, niyə başqa xanımları söhbəti. Əlbəttə ki, başqa xanımlarının olması barədə tarix kitablarında bir məlumata rastlamadım. Amma bu məlumatdan, indi deyəcəyim məlumatdan belə qərar verirəm ki, belə çıxarış edirəm ki, onun başqa xanımları da olub. Çünki Seyyidə Nəfisədən ancaq Qasimlə Ümmü Gülsüm adlı övladı olduğu deyilir. Amma başqa övladlarının da adı çəkilir. Məhəmməd, Həsən, Hüseyin və Cəfər adında 4 oğlu da olub. Deməli belə çıxır ki, onun başqa bir xanımı yaxud da başqa xanımları olub. 1 olub, 2 olub da bilmirəm. Çünki onlar barədə məlumat yoxdur. Amma övladları barəsində var. Həmin 6 övladdan cəmi ikisinin Seyyidə Nəfisənin övladı olduğu deyilir.
və qalan o biri 4 övladı görünür başqasındandır. Bunu da qeyd edeyim ki, övladları arasında Seyidə Nəfisənin soyundan soyu davam eləməyib. Yəni Qasim Ümmü Gülsüm indi bilmirəm kimə ərə gedib, qız olub. Qasimin soyu da davam eləməyib. İndi övladı olub, sonrakı nəsildə kəsilib, necə olub bilmirəm. Amma övladı davam edən, soyu davam edən İshaqın, yəni oğullarından Məhəmmədin, Həsənin və Hüseynin, Cəfərin də soyu davam eləməyib. Bu üçünün soyu davam edib. Onun soyundan gələn seyidləri İshaqilər deyilir. Eyni zamanda Hələbdə və Misirdə Bəni Riqqə və Bəni Zöhrə adında tayfalar olub ki, onlar da İshaqa bağlanır. Yəni Məhəmmədin, Həsənin və Hüseynin oğulları da, yəni bu üç oğlunun soyundandılar. Məsələn, Hüseyin deyirlər ki, Hərrana gedib. Hərran indiki Türkiyənin Şanlıurfa şəhəridir. Gəlir Hərrana, cavan oğlan olur onda. Hərrandan da Hələbə keçir, sonra qayıdır Hələbə. Hələbdə sayılıb seçilən belə varlı tacir kişilərdən birinin qızına gözü düşür və onunla evlənir. Yəni bilirlər ki, bu İmam Cəfərin nəvəsidir. İmamzadə İshaqın oğludur, fəzilətli, hörmətli bir tayfadandılar. Buna verirlər, kasıb olur Hüseyin. Və amma qızla evlənəndən sonraki qaynatası vardı, onu qabağa çəkir, yəni ondan sonra barlanır. Oğul uşaq sahibi olur və nəsil davam eləyir. Bundan əlavə deyirlər ki, deyilənə görə Hələbdə onun vaxtına qədər, yəni Hüseyn ibn İshaq gələnə qədər ora Hələbdə Hənəfi məzhəbi olub ancaq. İlk Cəfərliyi gətirən ora, Cəfəri məzhəbini ora gətirən Hüseyn ibn İshaq, yəni İmamzadə İshaqın oğlu Hüseyn olub deyirlər. Qeyd edeyim ki, deyilənə görə İshaqın soyundan gələnlər İraqda və Azərbaycana da gəliblər. Yəni seyidlər olub ki, onun soyundan gələn İraqa və Azərbaycan məntəqəsinə də gələnlər olub. Və ən sonda bunu deyim ki, İmamzadə İshaq son nəfəsində, yəni son dövrlərində ölümünə yaxın xəstə düşür və əlil vəziyyətdə olub. Yəni son dövrlərini o cür yaşayıb. Dünyasını dəyişəndə də Misirdə olub. Yəni Misirdə dəfn eləyiblər. Lakin məsələ burasındadır ki, heç də yoldaşı Seyidə Nəfisə qədər onun qəbri ziyarətgah deyil. Yəni heç məşhur deyil, bilinmir ki, onun qəbri hardadır.